28 may Azərbaycanın müstəqillik günü bu dəfə Amerika Birləşmiş Ştatlarının Kolorado ştatının Denver şəhərində qeyd edildi. Azərbaycanın mirası və gələcəyi adlı mərasim Diasporla İş üzrə Dövlət Komitəsinin və Koloradodakı Azərbaycanlıların Diaspor Təşkilatının dəstəyi ilə baş tutdu. Təşkilatın sədri Nigar Işıq Səfiyeva bu kimi tədbirlərin Azərbaycan mədəniyyəti, tarixi və müstəqillik ruhunun beynəlxalq ictimaiyyətə tanıdılması baxımından əhəmiyyətini vurğuladı. Bugün biz Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında Azərbaycanımızın müstəqilliyini qeyd edirik. Belə tədbirin təşkilatında məqsədimiz vətənimizə olan bağlılığımızı nümayiş etdirməklə yanaşı, Azərbaycanın mirası olan zəngin irsini, eləcə də gələcəyə ümidini burada da yaşatmaqdır. Biz Azərbaycan diasporası olaraq bu kimi tədbirlər təşkil etdikdə həm öz icmamızı gücləndirmiş oluruq, eləcə də beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb edirik. Fürsətdən istifadə edərək bu yolda, bu istiqamətdə bizdən diqqət və dəstəyini əsirgəməyən Diasporla İş üzrə Dövlət Komitəsinə, Diaspora fəaliyyətinə dəstək fonduna, eləcə də Azərbaycanın Los Ancelesdə yerləşən baş konsulluğuna dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın Los Ancelesdəki baş konsulu Ramiz Daşdəmirov müstəqillik gününün tarixindən hazırki dövrdə ölkə rəhbərliyinin, dövlətimizin inkişafı və beynəlxalq arenada nüfuzunun artması istiqamətində gördüyü işlərdən danışdı. Azərbaycan diasporasının Amerika Birləşmiş Ştatlarında getdikcə güclənməsini və belə tədbirlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını söylədi. Tədbirdə xarici qonaqlar, müxtəlif türk dilli icmaların nümayəndələri, ölkəmizlə bağlı təəssüratlarını bölüşdülər. Sonra uşaqlar vətənpərvərlik ruhunda şeirlər səsləndirib, milli rəqslərimizi ifa etdilər. Müstəqillik tariximizi əks etdirən filmdə böyük marağa səbəb oldu. Kamal Hüseynli, Mira TV.